Bu günlərim sizə müəllimlərin işə qəbul imtahanında istifadə olunmuş bir test tapşırığını təqdim edəcəm və bu mətn sualıdır. Sonuncu miqdə iştirak edənlər yəqin ki, bu sualdan xəbərdardır. Baxırıq suala. Mətnlə bağlı yanlış fikri bizdən soruşur. Mətn yallı ilə bağlı bir mətindir. Xalq rəqslərindən olan yallının mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirlərə Qobustan, Gəmiqaya, Qayaüstü rəsmlərində daha sonra isə Nizami Gəncəvinin Xosrov və Şirin poemasına rast gəlinir. Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Yollular ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sıra ilə gedib cəngəlliklərdə yol açma yozumu var. Ona görə də yollu adlandırılıbdır. Rəvayətə görə ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşanların simvolik olaraq göstərilməsidir. Yerli adı da bununla bağlı olub. Hər iki versiya, yəni iki versiya var bununla bağlı. Hər iki versiya həqiqətə az oxşadığından rəqsin yallı adı daha doğru hesab edilib. Bu da səhv-səhv, yəni cərgə-cərgə sıra ilə düzülüb əl-ələ vermək, birlikdə olmaq mənasını daşıyır. Bizə nə deyir? Mətnlə bağlı yanlış fikri müəyyən edir. Yallıya bədii ədəbiyyat nümunələrində rast gəlinirmi? Gəlinir, çünki Nizami Gəncəvinin Xosrov və Şirin poeması burada fakt olaraq göstərilir. Çox-çox əvvəllər bütün tayfalar bu rəqsdən istifadə ediblər, fikri bütün abzasları artırıla bilməz. Bəli, yəni biz tamamilə deyə bilmərik ki, yallıdan hamı iştirak edir, daha sonra hər kəs istifadə eləyibdir. Bu əsaslandırma doğrudurmu? Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Amma sırf demir ki, yallıdan istifadə ediblər. Bu da doğrudur, bilməz. Yallının mənası tamamilə aydınlaşdırılıb. Yox, iki versiya var, amma iki versiyanın hansı tamamilə doğrudur, o haqda tam konkret fikir yoxdur. Amma deyir ki, hər iki versiya həqiqətə az oxşadığından rəqsin yallı adı daha doğru hesab edilir. Bu da səhv-səhv sıra ilə düzülüb əllə vermək, birlikdə olmaq mənasını daşıyır. Yəni bu ehtimallardır. Ona görə bu aydınlaşdırılıb deyirsə səhvdir. İnsan cəmiyyətində oxşar ehtiyaclar, oxşar mədəni formalar yaradır. Fikrini mətnə əsasən əsaslandırmaq ola bilər. Yəni, insan cəmiyyətlərində oxşar ehtiyaclar, oxşar mədəni formalar yarada bilər. Yəni, müxtəlif deyir, axı deyir, digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Yollar ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sıra ilə gedib cəngəllikdə yol açma yozumu var. Ona görə də yollu adlandırılıb. Rəvayətə görə ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əllə verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir. Fikir verirsiniz, yəni onların hərəsində bir cür yozumları təqdim olunur. Amma vahid olaraq bir növ desək ki, belə bir anlayışı etimologiyasını araşdıranda bu fikirlər ortaya çıxır. Doğrudur. Adın yaranması ilə bağlı səsləndirilən müəyyən fikirlər ehtimala dayanır. Bəli, ehtimala dayanır. Həqiqətən də hər iki versiya həqiqətə az oxşadığından, yəni demək ki, dəqiq deyil də, ehtimaldır. Doğru cavabımız oldu C variantı. Belə, yəqin ki, bu sualı xatırladınız. Bu sual tipində analog suallar var idi. Yəni, bir sualın içərisində 3 sual təqdim olunurdu. Növbəti videolarda bu sualları da sizin üçün təqdim edəcəm.